Yeni bir gündən salamlar. Günün yarısı gedib, demək olar ki, gün ortadır. Hələ video açmamışam. Dedim bir video başladım. Səhər qalxdım. Belə bir tortumuz var idi. Onu hazırladım. İnşallah hazırlanmasını da sizinlə paylaşıram. Buralara əl gəzdirdim. Ümumi yüngülvari təmizlədim. Yeməklər var. Yemək problemi yoxdur, çox şükür. Dörd ləvazimatlarla bir iki şey lazımdır. Ona görə dedim birlikdə gedək Azadlığa. Orada da yenə biraz gəzərik. Xanımlar, gəldim Azadlıqda yeni açılan Qutumtu mağazasına. Adı bir an yadımdan çıxdı. Burada bayra belə şeylər qoyublar. Uşaqlar üçün kassalar qoyublar. Sonra belə çiçəklər qoymuşdular. Deyəsən tac düzəltmək üçündür. Dəqiq də bilmədim. Qızlar üçün belə balaca sumkalar var. Həsir sumkalar, həsir deyirlər deyəsən. Şapkalar var belə bu şəkildə. Bura ilk dəfədir mən də gəlirəm. Təzə açılıb Azadlıqda. Cicili-micilinin yanında açılıb. Əslində eyni adamındır deyəsən. Çünki baxıram işçilər eynidir. Bunun da içərisini biraz sizlərə çəkib paylaşmaq istədim. Bujuteriyalar var, amma ki belə necə deyirlər, qaralan bujuteriyalardır da, belə hupinglər deyil. Belə bujuteriyalar var idi. Gümüşü rəng seplər var idi. Sonra bu yay üçün olan seplərdən var idi. Simin üzərində olan, məftilin üzərində 3 manat idi onlar da. Çantanın kənarından asmaq üçün bir aləm brulok var idi. Onlar da sizin üçün çəkdim. Belə quruşka var idi, fincan. Xoşuma gəldi, rəng gözəl idi. Amma çox təəssüf ki, qiymətləri yazılmamışdı. Yəni qiymətlərini bilə bilmədim. Bir-birdə hamısını soruşmadım. Yəni nə yazılmışdı üstündə, onun qiymətinə baxdım sadəcə. Xanımlar da hələ tam mağaza yerləşməmişdi. Hələ yerləşdirirdilər. Bəlkə də qutarandan sonra tam yerləşib, qutarandan sonra yazarlar qiymətlərin üzərlərinə. Belə soruşanda deyirdilər, amma hər şeydə soruşmaq olmur. Yenə burada çantaların kənarından asmaq üçün burloklar var idi. Bilmirəm bunlar neçəyədir, amma 1 manatlıq yerdə 1 manata idi bunlar. Əsasən məktəblilər üçün yaxşıdır. Böyüklər üçün məncə elə də əlverişli deyil. Böyüklərə o mişqalar, zadlar yaxşı idi. Sonra belə ruçka dəstləri var idi. Deyəsən bunun paçkası 2 manat idi. Belə bürc bloknotlar var idi. Bunun da üzərinə 4 manat yazılmışdı. Belə balaca uşaqlar üçün hədiyyəlik qar kürələri var idi. Amma mənə elə gəlir daha bu Hello Kitty moddan düşübdü. O birisinin adı nə idi? Belə yumurtalar var idi. Adı yadımdan çıxdı. O birisinin bənövşəyi var idi. Kromi. Kromidən də daha gözümüz qanadı. Hər yerdə kromi. Bir çox şey də kromili idi. Belə deyəsən bunlar lampalar idi. Bilmədim. Çox sevimli belə dovşanlar var idi. Oğlanlar üçün məktəb vaxtı əsasən biz bilmirdik uşaqlara nə hədiyyə eləyək. Belə fincanlar var. Maraqlı hədiyyəlik. Bu arada fincanlar deyəsən 10 manatdan başlayırdı. 12, 15, 18 belə gedirdi qiymətləri. Arxalarında qutuların üzərində yazılmışdı. Yenə kromili, Hello Kitty'li fincanlar. Bir sözlə bu məktəbdə oxuyan uşaqlar üçün daha yaxşıdır bu mağazalar. Kitayların, o çinlilərin cicili-micili mağazalarındandır. Rəngarəng şeylər, stikerlər, nə bilim kart qabları. Belə hədiyyəlik uşaqlar üçün də bir sözlə hər şey demək olar ki, uşaqlar üçün idi. Belə broşkalar var idi. 1 manata, 1 manat 50 qəpiyə. 1 manatdan başlayırdı, üzü yuxarı gedirdi. Qəşəng var idi broşkalar. Keçdim qızlar cicili-miciliyə 1 manatlıq yerə. Burada baxıram ki, digər mağazadan 3, 4, 5 manatlıq belə şeylər gətirib qoyublar. Bir dənə özümə spatula götürdüm. Spatulam xarab olub. Belə altılıqlar var. Bunlar da deyəsən 1 manatdır. Ucu adam bilmir 1 manatdır. Yəni neçədir? Qızlar belə bir yuyucu toz qabı var idi. Paraşok üçün çox superdi. 2 dənə alıb üst-üstə qoymaq. Rəngləri də var idi. Qəşəng. Çox xoşuma gəldi. Yəni böyük 5 kiloluq
paraşoklar alınırsa o qablar çox əla idi. Bir ara bibim qızı bacım axtarırdı, amma ki tapa bilmədik onun ürəyincə. 3 manat 50 qəpiyə məncə super idi. Material da qəşəng bərk idi. Belə gecə lampaları var. Uşaqların otağına taxmaq üçün cürbəcür formalarda. Yenə stol dəsmalları var. Belə krujkalar var idi. Plasmas. Təzə mallar gətiriblər burada. Ücü adam bilmir qiymətini. Dediyim kimi digər mağaza böyründə açıldı deyə oranın mallarından da qoyublar içərisinə. Yenə plasmas qablar cürbəcür, amma bunlar mən bilən 1 manat idi. Burada yenə tort, peçeniya kəsmək üçün gəliblər, iynə saplar. Burada da uvedrələrin daha böyüyü var idi, daha doğrusu saxlama qablarının. Bu da 3 manat 50 qəpiy idi. Yoxsa digər tərəfdə idimi o daha böyükləri 5 manat 50 idi deyəsən. Şamlar var idi, dekorativ, masaüstü. Bu arada çalışıram videoda düşən xanımların, bəylərin üzlərini bağlayayım, görünməsin. Yəni istəmərəm kimsə düşsün videoda. Yenə şokolad qəliblər var idi. Hər səfər də bunlara gedib gəlib baxıram ki, götürümmü, bəlkə lazım olar. Sonra da vaz keçirəm ki, mən pletka şokolad düzəldənəmmi. Belə taxtalar var idi. Onlar elə xoşuma gəlmədi. Fırçalar var gördüyünüz kimi. Yenə bunların da paçkası 1 manatdır. Burada hamam üçün kisə deyim, yoxsa kupqa deyim, nəsə belə bir şeylər var idi. Yenə qab pampersi, su çəkən. Sonra bu dörtküncünü gətiriblər. Qazanatlıqlarının yumruları, dörtküncləri, hər cürləri var idi. Paçka ilə maçalkalar var. Düzü gərək maçalkalar bilmirəm necə olar. Belə asılqan var idi. Uşaqların otağı üçün yaxşı olar. Arxalarına da baxdım ki, bəlkə başqa rəng olar. Yox, ancaq mavi idi. Markerlər var. Taban təmizləmək üçün alətlər var. Sonra bu qapı altlığı imiş. Bir neçə xanım yazdı. Çox sağ olun. Bilmirdim. Hələ lazım deyil, amma çox yəqin ki, yayda bizə də lazım olacaq. Ayna qapı açıq olanda çırpılmasın deyə. Sonra belə xaladenika qab qoyanda ağzına keçirmək üçün rezinli salafanlar var idi. Onlar çox pratik olur. Tez üstünə keçir qoy. Sil, o nə idi onun adı? Adı yadımdan çıxdı. Streçlər elə də rahat olmur da. Onu kəs, qoy. Elə də əlverişli deyil. Amma bunlar yaxşıdır. Keçirirsən. İçinə də ki, nə qoxusu çıxır, nə də ki, hava gedir. Yaxşı idi onlar da. Sonra burada su qabları var yenə həmişəki kimi. Belə bildiyiniz 1 manatlıq hər zaman mənim gəldiyim yerdir. Əsas bura gəlmə səbəbim o spatulanı almaqdır. Deyirdim 2 dənə alaram. Amma sonra gördüm ki, rəngləri yoxdur. Belə xoşuma gələn rəngləri olmadı deyə elə 1 dənə götürdüm. Onu da yenə 1 manata götürdüm. 1 dənə də şüşə qab götürdüm. Evə gedəndə onu da sizə göstərərəm. Yenə göstərəcəm, daha doğrusu çəkmişəm. Bu arada xanımlar, inşallah arxadan səs gəlmir. Qonşuda remont getir. Aynaları bağlamışam, düzdür. Amma yenə də deyirəm, bəlkə səs gələ. Qızlar, belə 1 manata gipsdən figurlar gətiriblər deyim də, cürbəcür. Bilmirəm bunu nə ilə rəngləmək olar, amma çox gözəl figurlardır. Rəngləyib suvenir kimi masa üstünə qoymağa yaxşıdır. Amma hamısı dediyim kimi ağappaqdır. Gərək bunu nə ilənsə rəngləyəsiz də, belə deyim. Cürbəcür figurlar var, güldanlar var. Gördüyünüz kimi belə qız heykəli var. Hamısı da dediyim kimi cipsdəndir. Buralarda da kuklalardır, maşınlardır. Uşaqlar üçün belə deyim də ucuz oyuncaqlar, hər şey var. Güllərdir. Sonra belə balaca dipçəklərdir. Belə qutular var idi. Maraqlı gəldi ki, görüm içi boşdurmu? İçərisində nəsə var idi. Hədiyyəlikdir deyəsən o da. Bilmədim tam olaraq içində də nə var. Burada da yenə 1 manata uşaq maşınlarıdır. Bu arada dedim mi bilmirəm. Bura şakamakadı. Çıxdım cicili-micildən. Bura gəldim. Burada nəyə görə gəlmişdim? Nəsə almaq fikrim var idi, amma tapmadım onu da. Hə, yox. Şey üçün gəlmişdim. Dipçək üçün gəlmişdim. Şakamakada dipçək olmur. Amma burada müxtəlif ölçüdə dipçəklər var. Bir dənə götürdüm. Lentlər var xanımlar 1 manata.
Gördüyünüz kimi rəngləri var, abadoklar var yenə 1 manata. Ədviyyatlar qoyublar 1 manata yenə. Yeni keçdim. Fincanlara baxım görüm. Təzə bir şey varmı? Xoşuma gələn olmadı. Boş qaplar var. Belə fincanlar var. Şüşələr də qızlar belə yaxşı görünür. Amma əlinə alırsan ki çox ağırdır. İçərisinə də çay gəlsə vapşi ağır olar. Şüşələri çox qalındır. Bu güldanlardan, suvenirlərdən burada gətiriblər. Yenə rəngləmək üçün olanlardan. Neçə vaxt idi gedib gəlib baxdığım bir şüşə qab var idi. Cəm kimi. Axır ki onunla aldım. Neçə vaxt idi gedib gəlirdim. Alımmı, almayım mı, alım almayım mı? Axırda bir dənə götürdüm ondan. Belə bir dənə dipçək götürdüm. Gördüyünüz bütün dipçəklər, bütün boyları. Hərəsi 1 manatdır. Məncə çox əlverişlidir bu dipçəklər. Başqa yerdə boyuna görə dəyişir. 1 manatdan başlayır. 5 manat, 10 manat. Amma burada yaxşıdır. Belə plastik qablar var idi yenə. Burada da çivin qıranlar, tualet təmizləmək üçün fırçalar, balın çırpanlar var idi. Belə girmişkən ümumi sizə də çəkim, paylaşım dedim. İstiqamət tort ləvazimatları. Burada qəşəng çay içmək üçün yer açılıb. Amma adam yoxdur oturub içməyə. Sizlərdən 1-2 nəfər olsaydı oturub içərdik qəşəng. Tort yox. Tortlarda yaxşı yağdan istifadə eləmirlər. Mədəm jok verir. Amma ki digər şirniyyatlarla oturub içmək olardı. Gedirəm yenə tort ləvazimatlarına. Alacaqlarım var. Ən asası da qutularım qutarıb. Evə gedəndə gərək yoldaşıma deyim, keçsin, baxsın. Plastikdə qutu varmı, gəldimi daha doğrusu. Çünki keçən səfər getdi baxmağa, yox idi, qalmamışdı qutu. Gərək xəbər eləyim, işdən çıxanda bir baxsın. Hələlik bir dənə götürəcəm. Bir dənə xanım var, cinsiyyət tortu sifariş verib, onun üçün sabaha bir dənə. Sonrasında da Allah kərimdir. Ya buradan alacağım qalanını, ya da ki yoldaşım alıb gətirəcək. Olmasa da məcbur buradan götürməliyəm. Şantim zad da qutarıb hamısını almalıyıq. Temudan bəzi şeylər zakaz eləmişik. İnansız neçə gündür inci məni bezdirib, amma gəlmədimi, gəlmədimi. Gözləyirik gəlsin. O da yaman uzun çəkir gəlməsi. Qızlar baxın, bunu deyirdim. 1 manatlıq yerdə bundan qoymayıblar. Digərlərindən var, amma bundan yoxdur. Əsas da lazım olan onlardır. Temudan dediyim kimi sifariş eləmişəm. İndi sizə də yəqin ki o tortu paylaşaram. Üzərində çiçəklər var. Onu qoymaq üçün. Bu rəssam alətləridir da bunlar. Bunlardan sifariş elədim. 7 dənəsini 3 manata yan etiyə sifariş elədim. Burada 6 manat idi 5 dənəsi. İndi bilmirəm materialında fərqi olacaq. Ya necə? Amma mənə elə gəlir hamısı eynidir. Bu arada xanımlar, yeni başlayırsınızsa tortlara çalışın hər şeyi Temudan sifariş eləyin. Həm yol pulusu yoxdur, həm də ki qiymətlər çox münasibdir. Səbətinizə atırsınız, baha da olsa. 1-2 gün girib ona baxırsınız, girib baxırsınız, çıxırsınız, girib baxıb çıxırsınız. Görürsünüz ki, baha da olsa sizin üçün ona endirim gətirirlər. Endirimdə dolanda vurun getsin. Axır vaxtlar mən də xoşuma gələnləri atıram səbətimə. Endirim gəlir. Endirim gəldikdən sonra da vururam. İnşallah gəlsin Temu sifarişlərim. Onları da sizinlə paylaşacağım. Hələ ki transfer göstərir. İndi də çox səbirsizliklə gözləyir. Məni də bezdirib gəldimi, gəlmədimi. Amma hələ ki gəlməyib. Bir də ki bunlar burada çox ucuzdur. 3 manatdır. Digər tort ləvazimatlarında 5 manatdan 6 manatdan verirlər. Deyirəm ki, gərək bir ara onların da hərəsindən bir patka alım, atım, evə lazım olar yenə. Burada da xanımlar qaymaqlardır, yumurtalar var. Mən aldığım spatulalardan var. Əlbəttə ki, 1 manat deyil. Burada da tortun üzəri üçün olan oyuncaqlar bölməsidir. Sıra gəldim azadlıqdan. Banan götürdüm tort üçün. Bir dənə yenə şanti götürdüm. 9 manat 70 qəpik idi. Həmişəkindən Bulubəyə. Bir xanım soruşub ki, hardan alsınız? Qızlar, mən Azadlıq metrosunun çıxışında, yəni Azadlıq metrosunun yaxınlığında
Arzum tort ləvazimatları var. Həmişə oradan alıram. 1 kiloluqdur bu da. 10 manat deyirsə. Bir də 2 manat 28 qəpiklik şəkər xəmiri götürdüm. 7 manatdan hesablayıblar. Bunu gərək bir dəfə 1 kilo götürüm belə 5 manatdan hesablasınlar. Belə kəsib verəndə üstünə 1,50-2 manat əlavə pul qoyurlar. Banan jelesi götürdüm. Əslində dolgu istəyirdim. Dolgu yox idi. Məcbur jeli götürdüm. Yine biraz damla şokolad götürdüm. Həm balacadır, həm də yüngüldür. Tortu da çox ağırlıq vermir. Dadı da superdir. Dadına baxdım. Çox gözəl dadı. Bunları götürdüm. 2 dənə karobka götürdüm. 33 orta. Bir dənə də bu şəkili çıxartdırdım. Qəşəng çıxıb qızlar. Keçən səfər deyirdim ki, yaxşı çıxartmırlar. Deyəsən onda xanım mənim şəklimlə oynamışdı, böyütmüşdümü, kiçiltmişdimi, nəsə belə bir şey. Amma bu səfər qəşəng canlı çıxardıbdı. O gün baxdım, mən şəkil çıxartmırdım, başqa bir xanım üçün şəkil çıxartmışdı. Onda da çox gözəl idi, rənglər canlı idi də, belə deyim. Müştərinin də əsas istədiyi odur, şəkil canlı olsun. Eyni zamanda mən də xoşlayıram, şəkil canlı olanda tort da gözəl görünür. 1 manatlıq mağazadan bir dənə belə spatula götürdüm. Özümünkünü yenə burasından çatlatmışam. Götürdüm, dedim o tam xarab olana qədər dursun. Bir dənə belə qab götürdüm. Şüşədir, qalın şüşə. Və içərisində xoşum gəlmir əslində o kauçuk qablardan istifadə edirəm, plastiklərdən. Bu yaxşıdır. İçərisində nə bilim nəsə eləmək üçün əladır məncə. Bir dənə də gül üçün belə qab götürdüm. Yenə bu da 1 manata. Belə bu şəkildə. 2 dənə də dediyim kimi karobka götürdüm. Daha onları da qaldırmıram. Çünki böyükdülər. Bugünkü alış-verişim bunlar oldu. Bundan yoxdur deyə məndə. Bu belə rəssamların işlətdiyi şeydir. Nədir bu? Nəsə alətdir da, belə şəkil çəkəndə. Tutdum bunu bankanın qapağından kəsdim özüm. Bu şəkildə ən qısa zamanda Temudan sifariş vermək fikrim var. İndi tortun bəzənməsini də çəkə bilməyəcəm. Əslində çox gözəl, sadə bir tortdur. Bununla belə ləçəklər qoyub ortasına muncuq tökməliyəm. Tası bilmirəm nətər qoyum onu. Yəni necə qoyacam onu bilmirəm. Yoxlayaq. Bunu qoymamışdan qabaq bir dəfə orada şeyin üzərində də yoxladım. Əslində qəşəng oldu. Qəşəng düşdü. Birinci ləçəyimiz qəşəng düşdü. İkinciyə baxaq. Bura kimi izləmisinizsə, xanımlar, siz də videonu bəyənib, şərh yazaraq mənə dəstək olmağı unutmayın. Mən də davam edeyim tortun bəzənməsinə. Bu arada xanımlar, demişdim tort kursu onlayn şəkildə. Onu da inşallah ən qısa zamanda başladıram. Önümdə bir dənə əngəl var idi. Mənim fikrimi yayındıran bir şey var idi. O da İncinin imtahanı idi. Çox şükür imtahanı verdi. Normal yazıbdı. İmtahandan az dili ədəbiyyatı çox gözəl yazıb. Bir dənə tarixi yaxşı bilmirdi. Bilmirdi deyəndə əslində bilirdi, sadəcə sevmirdi. Onu orta yazıb. O da keçdi çox şükür. İnşallah kimin fikri varsa bir neçə xanım yazıbdı. Ən qısa zamanda kursu başlayırıq. Video şəklində atacağım. Ödəniş də elə çox deyil. Minimum məbləğdən başlamışıq. Bir neçə xanım yazıb. Yazanların çoxu da evdə öz tortlarını bişirmək istəyənlərdir. Deyir məsəl üçün. Amma ağıllı fikirdir. 50-60 manat verib tort aldığıma hazır. Ondan az məbləğ verib özüm ölçənib özüm hazırlayaram. Bir dənə təmiz maçalka götürdüm. Bunu belə batırırıq bura. Gördüğünüz gibi olmayan yeri varsa gösteririm size. Her yerine bir şey vurdum. Buraya göstereyim. Bakın bu şekilde. Böyle toxunduranda bu bəzəklər alınır. Xanımlar, shorts videolarımda hamısında demək olar ki nömrəni yazmışam. Kim istəyirsə müraciət edə bilər. Yəni video formatda atacağım. Sonra da görüntülü
zənglə kimə nə maraqlı qalıbsa, kim nəyi başa düşmədisə, elə başa salacağam, yəni suallarınıza cavab veriləcək. Bir sözlə evdə otura-otura sıfırdan bir tortu mənim kimi yığıb hazırlamaq, biskvitin bişirilməsi, sonra sıvanması, sıvanmanın bütün bilinməyən nüansları, nə bilim tərkiblər, hər şey haqqında bir hardasa 10-15 dərsdə demək olar ki, öyrənəcəksiniz. Bu kəsənlərlə 30 rəqəmi olacaq. Tortun üzərində muncuqları çıxartmışam. Çıxartmışkən sizə də göstərim. Burada da kəsənlərim var. Bundan var, əlim nişasta oldu, fikir verməyin. Bundan var, yazdığımın kəsəni. Sonra böyük belə hərflərim var. Qəşəng olur bunlar. Şariklərimdən qalıb. Sonra belə böyük yazılara uyğun, böyük də rəqəmlərim var. 1, 2, 3 cür kəsənim var da, rəqəm kəsənim. Bu qədər. Bunlardan qəşəng yazılar çıxır. Amma böyük yazı istəyiriksə. 30'u kəsim, 1.50 də çətin olur. Tortumuzun son görünüşü budur. Üzərində lazer kəsimi var idi. Çox gözəl bir tortdur. Həm üzərinin dekoru çəki vermir, həm də ki, sadə, gözəl, şık, məncə 30 yaş xanımlar üçün gözəl seçimdir, sadə və gözəl. Qızlar, video ata bilmədim deyə tort videoları yığıldı üst-üstə. Dedim, eybi yox, elə qoyum 2 dənə tort videosu, 1 dənə videoda olsun. Həmişə birini paylaşırdım. Dedim paylaşım, çünki telefonda çox qaldıqca telefonda da yer qalmır. Belə cinsiyyət tortudur. Tortumuzun içərisi rənglidir. Gördüyünüz kimi iki tərəfli belə krem qoydum tortun üzərinə. Onu da spatula ilə düzləşdirirəm üzərini. Orta ağ idi. Oranı bu şəkildə qəşəng səliqəyə salacağım. İndi kamera arxası da səliqəyə saldım. Oranı daha çəkmədim. Üzərinə də qız ya oğlan yazısı var. Onu yazıram. Bunu da adi ağ kremlə yazdım. Amma sonra da peşman oldum. Dedim gərək bunu qəlbdən çıxardardım. Çünki öz yazdığım xəttim xoşuma gəlmir. Peşman oldum, amma olan olmuşdu. Daha yazmışdım. Sonra da dəyişdirə bilmədim. Bu tortumuzun da sıvanmasını, üzərinin bəzənməsini, yığılmasını çəkmədim. Kənarlarında da qızlar əllərimə də baxın. Bütün kraska olub, boya olubdu. Kraskanın ağzını açdım. Belə elə bir ağzından püskürdü. Əlimə töküldü. Bütün əlimə axdı. Bu arada üzərinin boyalarını da deyim. Birini sulu boyadan istifadə eləmişəm. Qida boyasından təbii olaraq. Digəri mavi olan isə jel boyadır. Kənarlarını da belə spatula ilə mavilər. Biri də ki, rozvi rəng, çəhrayı rəng verirəm bu şəkildə. Tortumuz elə belə sadə, gözəl bir tort idi. Tərkibi də bananlı, şokoladlı, banan jeleli, bir də ki şokolad soslu idi. Tortumuzun son halı da belə oldu. Bu arada tortumuzun içərisi rənglidir. Xanımın baldızı yazdı. İçərisinin rəngini o yazdı, atdı. Cinsiyyət tortla bilinəcək bir sözlə. Belə sadə, gözəl bir tort oldu. Məncə də yəni ən gözəli budur. Üzərinə əlavə şəkər xəmirləri, nə bilim başqa şeylər artıq olur. Hələlik bu günlük məndən bu qədər olsun. Sağ olun, sağlıqla qalın. Videonu bəyənməyi də unutmayın. Hələlik.